Salam hörmətli Azpoz istifadəçiləri. Bugün sizi Azpoz satış tətbiqimizdə mövcud olan endirimlərlə tanış edəcəm. İlk növbədə biz kateqoriyanı seçməklə və alt kateqoriyanı qeyd eləməklə məhsulumuzu seçirik. Məhsulu seçdikdən sonra bizdə iki növ endirim mövcuddur. Məhsula görə endirim və toplam ümumi summaya görə endirim. Məhsula görə endirim etmək üçün ilk növbədə məhsulun üzərinə klik edirik. Məsələn, iPhone. Sonra yuxarıdakı simgəni seçirik. Burada iki növ endirim etmək mümkündür. 1. Pulla endirim, 2. Faiz endirimi. Məsələn, endirim düyməsinə klik edək. Burada iPhone-un qiyməti 2200 manat görünür. Mən iPhone-u endirimlə 2000 manata satmaq istəyirəm. Satmaq istədiyim qiyməti daxil edirəm. Daxil etdikdən sonra iPhone-un qiyməti 2000 manat görsənir və 200 manat endirim olunduğu qeyd olunur. Bundan başqa faiz endiriminə baxaq. Məsələn, Samsung-a faiz endirimi etmək istəyirəm. Yenidən faiz endiriminə klik edirəm. 15% endirim etmək istəyirəm. Daxil etdikdən sonra OK düyməsini sıxıram və Samsung-un qiyməti 15% endirimlə 637 manat 50 qəpiyə düşür. Növbəti endirim növü isə ümumi summaya olan endirimdir. Bunu aşağıdakı endirim simgəsi vasitəsilə həyata keçiririk. Bizdə tutan ümumi summa 3037 manat 50 qəpikdir. Buna endirim etmək üçün yenə də pul endirimi və ya faiz endirimi seçə bilərəm. Pul endiriminə baxaq. Mən bu məhsula ümumi 3000 manat məbləğ vermək istəyirəm. 3000 manatı daxil edirəm və daxil etdikdən sonra endirim olunur və ümumi toplam məbləğ 3000 manata düşür. Faiz endiriminə baxaq. Yenidən faiz endirimini seçirəm. Məsələn, 20% endirim etmək istəyirəm. Yenidən endirim etdikdən sonra məhsulun qiymətinin düşdüyünü görürük, toplam qiymətin. Burada aşağıda məhsul endirimini 312 manat 50 qəpik və toplam summaya olan endirimi 607 manat 50 qəpik görmək mümkündür. Burada seçdiyimiz məhsulları ümumi təmizləmək üçün təmizlə düyməsinə klik edirik və bəli sıxırıq. Beləliklə seçdiyimiz məhsullar təmizlənir.